Övladlarından mümkün olanın ən yaxşısını istəyən valideynlər çox vaxt fərqinə varmadan uşaqları öz potensiallarından kənar bir yarışa sürükləyirlər. Ailələrdə ən yaxşı olmalısan təzyiqi getdikcə daha çox yayılır və bu uşaqlarda ciddi psixoloji yüklənməyə səbəb olur. Psixoloq Qətibə Abdullayevanın fikrincə, valideynlərin əsas yanlışı uşaqların real qabiliyyətini, maraqlarını və inkişaf tempini nəzərə almadan onlardan yüksək nəticə tələb etmələridir. Bu cür gözləntilər uşaqlarda özgüvən zəifliyi, qorxu, performans narahatlığı və hətta motivasiya etkisinin yaranmasına gətirib çıxarır. Mükəmməliyyətçi ailə tipləri var ki, bu ailə tipləri nə düşünür? Düşünür ki, uşağım hər şeyin ən mükəmməlini yaşamalıdır. Amma bu mükəmməl mənim düşündüyüm mükəmməldir. Məsələn, mən düşünürəm ki, mənim uşağım həkim olmalıdır. Mən düşünürəm mənim uşağım idmançı olmalıdır. Mənim uşağım bunu bacarmalıdır. Bu bizim özümüzün istək və arzularımızda hansı ki, öz üzərimizdə bunları tətbiq edə bilməmişik və bunları uşağımıza yönləndirmək istəyir. Bəzən belə valideynlər özlərini daha məsuliyyətli və yaxud da ki, hər şeyin ən yaxşısını bacaran valideyn kimi təqdim edirlər. Amma əslində elə deyildir. Çünki burada biz uşağın potensialını, istəyini və fərdi bacarıqlarını nəzərə almadan öz fikrimizdə olanları onlara yeritməyə çalışırıq. Reallıq belədir ki, məsələn, bir uşaq riyaziyyatdan zəif, amma musiqidə uğurludursa, valideynlər onun zəif tərəflərini inkişaf etdirmək üçün riyaziyyatdan əlavə məşğələlərə göndərirlər. Halbuki əksinə, güclü tərəfləri inkişaf etdirilməlidir. Psixoloq deyir ki, bir çox uşaq dərslərdə, kurslarda, sözügedən əlavə məşğələlərdə valideynin arzusunu yerinə yetirmək üçün özünü məcbur edir. Lakin bu zaman şəxsi potensialı və fərdi bacarıqları arxa plana keçir. Nəticədə isə həm fənlərə maraq azalır, həm də uşaq özünü uğursuz kimi hiss etməyə başlayır. Belə uşaqlar özü güvənsiz, qorxaq, çəkingən olurlar. Bir uğur qazana bilməyəndə düşünür, ailəmin qarşısında necə cavab verəcəm. Və həyəcan, təşviş təbii ki, potensialı olsa belə onun üzə çıxmasına icazə verməyəcək. Adətən çox oxuyur, çox çalışır, çox kurslara qoymuşuq. Bu uşağa çox üzərində əziyyət çəkmişik deyən valideynlərin uşaqları təhsildə çox uğursuz və yaxud da ki, istənilən nəticəni ala bilmirlər. Səbəb uşağın potensialını qırağa qoyub öz istəklərinin yerinə yetirməsi ilə bağlı olur. Və gələcəkdə nə ola bilər? Zəif ola bilər, qorxaq ola bilər, depressiv ola bilər, özünü kəşf edə bilməz, öz bacarıqlarından xəbəri olmaz uşağın. Mütəxəssis valideynlərə tövsiyə edir ki, uşağın maraqlarına uyğun hədəflər müəyyən edilsin, qabiliyyətinə görə inkişaf planı qurulsun və ən əsası hər bir uşaq üçün ən yaxşı nəticənin fərqli olduğunu başa düşsünlər. Uşaq üçün sağlam inkişaf mühiti yaratmaq, onu başqaları ilə müqayisə etmədən öz potensialı çərçivəsində dəstəkləmək daha effektiv nəticə verir. Ayşən Sərdarqızı, Vüsal Hüseynov, Xəbər Ertəsi.